إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللّٰهِ. İlk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki qövmlərə, nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, Rəbbimiz biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik həcclə bağlı əhkamların tədrisinə və keçən dərs bəzilərinə toxunduq. Həccin vacibliyinə, rukunlarına, vaciblərinə və bugün toxunacağıq həcdən qabaq edilən bəzi əməllərə. Daha dəqiq desək, təməttü həccindən əvvəl edilən ümrəyə və ondan qabaqki əhkamlar hansı ki mühümdir və həccə getmək istəyənlər bu əhkamlardan xəbərdar olmalıdır ki, etdikləri ibadət düzgün olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiyi kimi olsun. Və ilk növbədə toxunmaq istədiyimiz mövzu bəzi əməllərdir ki, hansı ki, əksər zəvvarlar elə bilirlər ki, olmaz bunu etmək. Və ya ətraflarında olanlar onlara elə təsəvvür yaradıb olar çünki bu əməlləri etsələr, ehramları batil olur və ya ümrələri, həclərinə xələl gəlir, naqis olur. Ona görə də mühümdür ki, dəvətçilər asanlaşdırsınlar insanlar üçün, umumən və zəvvarlar üçün, həcc etmək istəyənlər üçün, xüsusən həccin əhkamlarının. Çünki bilirik ki, dinimiz asanlıq dinidir və dinimizdə olan asanlıq şəriətin əsaslarından bir əsasdır, hansı ki, məlumdur. Bu şəriət əhkamlarından xəbərdar olan insanlara nə qədər ki, dəlil müxalif deyil və ya dəlilə xilaf deyilsə, asanlıq bu dinin əsaslarındandır. İnsanlar üçün asanlaşdırmaq, əgər bir məsələdə iki rəy varsa və ya seçim varsa, ən asan olanı onlara tövsiyə etmək. Ona görə də bəzi əməllər var ki, hansı ki, bəzi insanlar fətva olaraq yayırlar və ya insanların dilində dolaşır ki, bu əməlləri etmək naqislik gətirir həccə və ya ümrəyə və ya həccin əhkamlarından və ya ümrənin əhkamlarından nəyisə batil edir və ya ihramdan nəyisə pozur, lakin əslində bunlar icazəlidir. Və bunlardan biri boynunda qusul olmadan və ya bu qusul niyyəti yox, başqa sadəcə sərinləmək üçün, məsələn, yuyunmağı qadağan edirlər. Deyirlər ki, yəni qusul almaq yalnız kimisə boynuna qusul düşürsə, onda olar. Amma ondan qeyrisi etsə, naqislik gətirir bunun ümrənin və ya həccin əhkamlarına. Yəni, insan qusul ala bilər, ehramda olsa belə. Ehramda olsa belə, istədiyi vaxt sərinləmək üçün ehramını çıxardıb qüsül ala bilər. Hətta başını yaxalamaqla olsa belə. Çünki bəziləri başını yumaqdan ehtiyat edir, qorxur ki, nəsə düşər. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmlə sabit olun hədisdə, hansı ki, İmam Buxari və Müslim rəvayət edir və məşhur hədisdə Əbu Əyyub radiyallahu anh'ın hədisində sabitdir ki, icazəlidir yuyunmaq insan ehramda olsa belə və başını yumaq olsa belə, yəni başına oxalamaqla yumaq olsa belə. Həmçinin insan ehramda olarkən icazəli olan əməllərdən biri də insanın başını qaşıması. Bəziləri ilə təsəvvür yaradıblar ki, insan ehramda olanda başına toxuna bilməz. O tük düşməyəsinə görə. Bədənindən tük çıxarmaq olmaz deyən ona görə düşünür ki, tük düşəcək. Tük düşsə artıq ehramı, daha doğrusu niyyəti batil olur və ya əməli puç olur. İcazəlidir əgər baş qaşınırsa başı qaşımaq, hətta ondan yəni tük düşsə belə, 1 və ya 2, 3 düşsə belə, insan başını qaşıya bilər. Çünki bu zərurətdəndir. Ondan qorunmaq qeyri-mümkündür və sabitdir icazəli olmağı. Əbu Əyyub Ənsari radiyallahu anh'ın hədisi, hansı ki, işarə etdiyi bundan qabaqki hədisdə və Şeyx İslam İbn Teymiyyə də bu rəydədir. Eləcə də ehramda olan insan hicamə elətdirə bilər. Hicamə elətdirə bilər. Hətta hicamə olunan yerdəki tük qırxılmaqla
olsa belə. Çünki bu Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabitdir və Şeyx İslam İbn Teymiyyə ona işarə edib buraya ki, icazəlidir və gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ehramda olarkən hicam etdirib başının ortasından. Ona görə alimlər deyirlər ki, hətta hicam olan yerin, yəni tükünün qırxılması lazım olsa belə o yeri qırxıb hicam elətdirə bilər insan, ehtiyac varsa. Və bəzi həmbəli alimlər deyiblər ki, fidyə verməlidir, yəni hicam etdirə bilər, lakin fidyə verməlidir, yəni o əməli etsə qan axıtmalıdır, yəni heyvan kəsməlidir və Məkkənin kasıblarına paylanmalıdır və ya fidyə verməlidir. Lakin dəlillər göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hicam edib, lakin fidyə verməyib. Fidyə verməyib. Əgər vermiş olsaydı, hədisi nəql edən ravi onu da nəql edərdi. Sadəcə Peyğəmbər sallallahu əleyhi və səlləmin hicam etməsini nəql etməklə kifayətlənib. Əgər fidyə olsaydı, onu da bizə nəql edərdi. Eləcə də icazəli olan əməllərdən ətir iynəmək, qoxlamaq və ya hər hansı bir gülü, reyhanı, nanəni və s. Görürsən ki, bəzi insanlar arasında belə yayılıb ki, insan ehramda olarkən qoxulu, ətirli bir şey ineyə bilməz. Bu, onun ehramını pozar. Əksinə, bu icazəlidir, bu ehrama xələl gətirmir. Eləcə də üstüyə vurmaq olmaz. Bəli, üstüyə vurmaq, gələcək ehram pozan əməllərdən görəcəksiniz, yəni ki, ətri ehramda ikən üzərvə vura bilməzsən. Yəni, niyyət etdikdən sonra, ehrama girdikdən sonra üzərvə vura bilməzsən. Bu səhv qadıb üçün nəyə bənzər? O, Ramazanda olan, oruçtanda olan bəzi xurafatlar var. Çimə bilməzsən, oruçsansa, deyir, çimə bilməzsən, ağzını yıxalayıb, öz tüfürcəyi uda bilməzsən, pozulur olacaq. Yəni, görürsən, həcdə də eyni, yəni, çox cahillikdən irəli gələn əməllərdir və ya sözlərdir. Həmçinin, əgər insanın dırnağı sınıbsa, yəni onu qoparıb ata bilər, icazəlidir. Yəni, sınıq dırnaqla gəzməyəcək ehramının axırına kimi. Və bu haqda da varid olan əsərlər var, hansı ki, icazəli olduğuna dəlalət edir. Eləcə də ehramda olarkən insan kölgələnə bilər. İstər çadırda, istər paltarı başının üzərində tutmaqla və Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabitdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kölgələnib. Hətta gəlib ki, Ərəfada onun üçün çadır qurulub, o çadırda insanlara xütbə verib və kölgələnib orada. Və qədimdə kölgələnirdilər, o miniyin üzərinə qoyulan insanı daşımaq üçün olan cərgavələr olurdu. Onun içərisində oturub kölgələnirdilər. Və ya çətirlə insan kölgələnə bilər, çətiri əlində tutub, yəni kölgələnə bilər. Eləcə də maşının içərisində oturub kölgələnə bilər. Və ehtiyac deyil ki, bu əməli edəndən sonra fidyə verməlisən. Fidyə vermək yoxdur, yəni şərt deyil. Çünki sabitdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kölgələnib. Və bəzi firqələrin etdiyi əməl var ki, hansı ki, görsən ki, əvvəllər bu daha çox həcdə görsənirdi. Gördün ki, miniklərinin üzərini kəsirdilər. Minin üzərini kəsirdilər ki, yəni ehramda olarkən başının üzərində heç nə ola bilməz. Yəni gün dəyməlidir sənə. Yəni hal-hazırda o avtobuslar yoxdur, o miniklər yoxdur. Görsən ki, günorta çıxmaq qadağası ortaya atıblar ki, günorta çıxmaq olmaz. Mütləq ya üstü bağlı, açıq olan maşında çıxmalısan günorta, ya da ki, qaranlıqda çıxmalısan. Halbuki, yəni bu sünnəyə müxalifdir. Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabit deyil, əksinə Peyğəmbər sallallahu əleyhi və səlləm həccə çıxdığında, yəni günorta vaxtı çıxmışdı və Ərəfada dayananda da, yəni miniyində çıxmışdı və kölgələnəndə də kölgələnirdi. Heç bir rəvayətdə gəlməyib ki, mütləq, yəni kölgələndikdə, yəni miniyin üstü bağlıdırsa, mütləq qaranlıq olmalıdır və s. Bu kimi xurafatlar varid olmayıb. Hamısı yəni zəlalətdir, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindən uzaqdır. Həmçinin icazəli olan əməllərdən ehramı geyindikdən sonra izarın, yəni ehramın aşağı hissəsini bağlamaq kəmərlə və ya xüsusi kəmərlər var, hansı ki, onda insan öz pulunu daşıya bilər və ya istədiyi əşyalarını onun içinə qoya bilər. Onunla ehramını bağlaya bilər. Ehtiyac duyduğunda hətta düyün də vura bilər həmin o kəməri, yəni düyünləyib və ya kəmər yoxdursa iplə də bağlaya bilər. Yəni əgər zərurət varsa, düşürsə, xüsusən də bağlaya bilmirsə, saxlaya bilmirsə belində. Eləcə də icazəli olan əməllərdən ehramdan insan üzüyü taxa bilər. Eləcə də saat taxa bilər
qoluna, həmçinin eynək taxa bilər gözlərinə və dedi ki, üzərində yəni çanta hətta daşıya bilər, yəni boynundan çanta asa bilər. Yəni bu ehrama xələl gətirmir. Bütün bunlar hansı dediklərimizin hamısı, yəni şəriətin əsaslarının zikr etdiyimiz əsas hansı ki, insanlar üçün asanlaşdırmaq, o əsasın altındadır. Yəni əsas dəlil odur ki, Allah Teala bizim üçün bu dini asanlıq dini edib. Yuridullahu bikumul yusr və la yuridu bikumul usr. Allah Teala sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Bu bəzi əməllər idi hansı ki, insanlar arasında yayılıb qadağa kimi, lakin əslində icazəlidir. Ona görə insan qorxmamalıdır, çəkinməməlidir. Yəni bu kimi şeylər ehramı pozmur. O ki qaldı ehramın özünə. Ehramın özü niyyətdir. Əsli niyyətdir və danışacağıq necə niyyət olunur və ehrama girməmişdən əvvəl nə etmək lazımdır. Ona görə buyurub ki, Şeyx Albani öz həcc kitabında deyir ki, müstəhəbdir ki, kim həcc və ümrəyə çıxırsa və ya təkcə ümrəyə çıxırsa, ehrama girməmişdən qabaq qüsl alsın. Yəni ehram üçün qüsl alsın. Hətta nifaslı qadın olsa belə və ya heyzli qadın olsa belə. Əgər həccə çıxırsa, çünki həccə çıxan qadın əgər heyz olsa və ya nifaslı olsa, ehrama girməyində bir qadağa yoxdur. Və gələcək ki, ehramına girir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında həccə çıxanda Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olan qadınlardan biri hamilə idi və dünyaya övladını gətirir. Sonra niyyət edib həccə çıxıb Peyğəmbər sallallahu aleyhi və səlləmlə birgə. Ona görə də qüsl alma, ehramdan qabaq qüsl almaq müstəhəbdir. Həcc etmək istəyən üçün, ümrə etmək istəyən üçün. Hətta qadınlar heyzli və nifaslı olsa belə. Sonra isə kişilər ehram paltarı deyilən paltarı geyinirlər. Və ehram paltarı deyilən paltar da o paltardır ki, alimlər deyiblər ki, onda tikiş olmasın. Tikiş olmasın deyəndə çoxları elə zənn edir ki, yəni iynə-sapla tikilən bir tikişdən söhbət gedir orada. Əslində elə deyil. Görürsən ki, çantalarında tikiş olur və ya ayaqqabılarında tikiş olur. Elə bilirlər ki, bu tikişdən gedir və ya saatlarda tikiş var. Elə bilirlər ki, bu tikiş. Əslində ehram paltarı hansı ki, iki hissədən ibarət parçadır. O özü də tikilmiş bir parçadır. Yəni o da hansısa bir zavodda və ya fabrikdə tikilmiş bir parçadır. Orada tikiş deyiləndə, yəni məxit deyiləndə bədən üzvlərini bir-birindən ayıran paltarlardan gedir söhbət. Yəni məsələn köynək, hansı ki qolları var, qolları insan bədənindən ayırır və ya şalvar, ayaqlar bir-birinin bədəndən ayırır. Söhbət bu paltarlardan gedir ki, hansı ki insanın bədəninin əzalarını bir-birindən ayırmasın. Ona görə də geyinilir iki parça. Aşağı hissəsinə izar deyilir, yuxarı hissəsinə rida deyilir. Və bağlanma şəkili də aşağı hissəsi sadəcə bel ətrafına bürünülür və üzərində dedik ki, kəmər bağlaya bilər. Rida isə çiynin üzərindən atılır. Və ridanın da neynənsə bağlanmasına ehtiyac yoxdur. Necə ki, görəcəksiniz ki, bəziləri sancaq vurur, bəziləri görsən ki, daş bağlayır, üstündən rezin bağlayır ki, yəni ki, düşməsin deyə. Bəziləri cürbəcür bağlama üsulları görsən ki, knopkalı ridalar seçirlər və ya düyməli ki, o ilə bağlasınlar ki, düşməsin. Əslində rida, çiyinə atılan rida, o daima düşüb qalxmalıdır. Yəni, insan çiynində o bağlı şəkildə qalmamalıdır. O daima düşməlidir, qaldırmalısan. Necə ki, gəlib ki, Peyğəmbər s.ə.v ridası düşür və dua edilər, bir əli yuxarıda, digər əli ilə ridasını qaldırır. Deyiblər ki, alimlər, nə üçün belə olmalıdır? Çünki insan ehramda olanda bəzi əməllər var ki, hansı ki, ehramdan qabaq halal idi sənə edilməsi, onlar ehramda olanda etmək qadağadır. Ehram bağlı olsa sən onları unudacaqsan. Amma ehram düşüb qalxdıqda, sən yorulursan hər dəfə qaldırdıqda, sənə xatırladır ki, sən ehramdasan. Ona görə bağlamırsan, yəni və sünnədə olan da odur ki, bağlamırsan ehramı, açıq qalır. Və dedi ki, kişi ehram paltarı geyinir və ehram paltarından başqa paltar geyinmir, rida və izar geyinir və ayağına da nəl ərəb dilində deyilir. Yəni bizim dildə desək şəfit geyinir. Hansı ki topuqları örtməyən bir ayaqqabıdır və şəfit fərq etmir. Yəni hansı növü olursa olsun, istər sadə Vyetnampa kimi, istər adi dəridən olan şəfitlər kimi hər biri caizdir. Yəni icazəlidir. Sadəcə topuqları örtməsin.
Və həmçinin ehramda olan insan təsəy qoymur. Yəni başına papaq qoymur, əmmamə qoymur, başını birbaşa örtəcək bir geyim əşyasını qoymur başına. Amma qaldı ki, qadın çox xüsusi ehram paltarı yoxdur. Bəziləri elə zənn edir ki, qadın da mütləq ağ geyinməlidir və bu onun ehram paltarı xeyr. Əslində sünnədə gələn odur ki, qadın gündəlik nə paltar geyinirsə, o paltarını geyinir. İstədiyi paltarını geyinir. Həmçinin sadəcə istisna edilib hədislərdə qadın niqab geyinmir ehramda olarkən. Və həmçinin əllərinə əlcə geyinmir. Əllərinə əlcə geyinmir. Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə ehramda olan kəs gün deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ehramda olan köynək geyinməz, əmmamə geyinməz və burnus deyilən paltar var. Bəzi ərəb ölkələrində kapşonlu paltardır, hansı ki onu geyinirdilər, adətləri deyir ki, o geyinməz. Eləcə də şalvar geyinilməz. Və həmçinin deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zəfəran və ya qoxulu bir bitki var, hansı ki qırmızı rəngə boyurlardılar o ilə paltarı. Ətirli, o paltara, yəni onunla boyanmış paltarı geyinməz. Yəni kişilərə aiddir zəfəran və ya qırmızı rəng kimi istifadə olunan bir bitki var, hansı ki o bitkidən qırmızı rəng alırlar. O rənglə boyanmış paltar geyinməz və sonra deyir ki, eləcə də xof geyinməz. Ayağına xof geyinməz. Yalnız kimsə özü üçün şəfit tapa bilməsə, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onda xof geyinsin. Və bəzi rəvayətlərdə gəlib, necə ki, Şeyx İslam İbn Teymiyyə nəql edir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilk əvvəllərdə xof geyinmək, kim ki ayaqqabı tapmırdı geyinməyə, şəfit tapmırdı geyinməyə, ona əmr edirdi, xof geyinsin, lakin topuqdan aşağı kəssin. Sonradan Peyğəmbər sallallahu aleyhi və səlləm icazə verdi Ərəfada olarkən, xütbəsində icazə verdi ki, kim ayaqqabı tapmırsa, xof geyinsin və topuqdan aşağı kəsməyi əmr eləmədi. Bu göstərir ki, insan ayaqqabı taxmasa, xof geyinə bilər və bəzi rəvayətlərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim izar tapmırsa, şalvar geyinsin. Bu sözsüz ki, tapmayana aiddir. Və həmçinin deyib ki, sallallahu aleyhi və səlləm, qadın niqab geyinə bilməz ehramda ikən və həmçinin əlcək geyinə bilməz ehramda ikən. Və icazəlidir qadın üçün üzünə niqab yox, sadəcə bir örtüdən və ya bir yaylıq və ya bir örtünü başının üzərindən açsın. Əgər niqab geyinmə icazəli olmadığı üçün, istəmirsə üzü görünsün, başının üzərindən bir örtü və ya bir parça və ya kəlağayı kimi bir şey ata bilər. Hətta bu, yəni örtü onun üzünə dəysə belə, bu icazəlidir. Lakin düyünləyib bağlaya bilməz. Düyünləyib bağlaya bilməz. Və gəlib ki, sünnədə insan ehram paltarını istəyir, miqatdan qabaq geyinsin, istəyir miqatda geyinsin. Hər ikisi icazəlidir. Və gəlib ki, miqatdan qabaq hətta evində də geyinə bilər. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri evlərində geyinmişdilər. Lakin biliyorsan ki, bəziləri elə bilirlər ki, xas məkanlar var ki, orada geyinməlisən. Görürsən, Mədinəyə gələn zəvvarlar həcdən qabaq, qəsdləri gedib Peyğəmbər s.ə.v məscidində geyinmək olur və niyyəti də hətta bəziləri oradan edir. Paltar geyinmək başqa bir şeydir, niyyətin yeri isə başqa bir yerdir. Niyyətin yeri miqatdır və toxunacaq miqatlar haradır. Yəni, insan ehram paltarını evindən geyinib çıxa bilər. Xüsusən də müasir dövrdə, hansı ki, insanların çoxu bilir ki, Məkkəyə təyyarə ilə gəlirlər. Və ehram paltarını insan təyyarəyə minməmişdən qabaq da geyinə bilər, təyyarədə də geyinə bilər. Yalnız niyyəti, yəni ehrama girmək niyyətini miqata çatmamış eləməlidir. Miqata az qalmış bir məsafədə eləməlidir. Və yaxşıdır ki, miqata çatmamış bir qədər, yəni 10-15 dəqiqəlik bir məsafədə etsin ki, hətta birdən unudub miqatı keçər, yəni niyyət edə bilməz. Və dedi ki, ehrama girən kişilər ehram paltarı geyinərkən boyanmış paltar geyinə bilməz. Zəfəranla və ya ətirli bir bitki var, hansı ki, o ilə boyurdular paltarları qırmızı rəngə, onu geyinə bilməz. Lakin bədəninə kişi ətir vura bilər. Yəni, ehramı geyməmişdən qabaq, bədəninə ətir vura bilər. Və niyyət etməmişdən qabağa kimi bədəninə ətir vura bilər. Lakin ehram paltarına ətir vura bilməz.
Yəni miqata getməmişdən qabaq və yaxud da ehrama girməmişdən öncə ətirlənir, ətirlənir, sonra ehramını geyinir, sonradan ehrama, yəni ətir dəysə o zərər etməz. Lakin ondan qabaq, yəni ehrama ətirliyim deyə birbaşa parçanın özünə Burada həmçinin o istifadə etdiyimiz o qoltuq altı üçün əsarədə olan cəzalar, onlardan bəli, onlardan istifadə, ehramdan qabaq onlardan istifadə edə bilər. Amma o ki qaldı xüsusi dərmanlar, hansı ki, görürsən ki, xəstə insanlar olur, dəri xəstəliyi olan və ya bəzi xəstəliklər var ki, hansı ki, onda həmin o mazlardan istifadə eləmək olar. Onlar qadağa deyil, hətta ehramdan sonra da. Onlar ehramdan sonra da qadağa deyil. Ona görə miqata çatmamışdan əvvəl və ya miqata az qalmış insan bədəninə ətir vura bilər. Ancaq ehram paltarına yox. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gələn səhabələrdən biri paltarı ətirli, ehram paltarı ətirli Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəldikdə Peyğəmbər sallallahu əleyhi və səlləm ona əmr edir ki, dəyişsin paltarı. Ehram paltarını dəyişsin ki, yəni birbaşa ona ətir vurmasın. Amma o ki qaldı, insan miqata gəldikdə miqatdan ehrama girmək ona vacibdir. Və əslində ehram dedikdə paltarın özü qəsd olunmur, niyyətin özü qəsd olunur. Və niyyət dedikdə də, ehrama niyyət dedikdə də ehrama niyyət ibadəti dilə gətirmək qəsd olunur. Yoxsa ki, niyyət insan evindən çıxandan niyyəti var ki, həccə gedir və qəsdi var ki, ümrəyə gedir. Sadəcə miqata çatanda edəcəyi ibadəti dilinə gətirir. Məsələn, həcc edəcəksə deyir ki, ləbbeyk Allahumma həccən və ümrə edəcəksə deyir ki, ləbbeyk Allahumma umratan. Lakin o niyyət ki, hansı ki, görürsən ki, bəzi insanlar hətta namaza duranda, oruç tutanda edirlər. O sözlər hansı ki, istifadə olunur, o sözlər istifadə olunmamalı. Demək ki, Allahım, mən həcc edirəm, ümrəyə çıxıram, vacib qürbətən illallah və ya necə deyirlər, namaza duranda namaz qılıram indi, vacib qürbətən. Bunlar qəsdi, yəni bunlar deməyə ehtiyac yoxdur. İnsan yəni bir şey etmək istəyəndə qəsdi nədirsə, artıq onu edir. Ehtiyac yoxdur ki, hər dəfə o qəsdini dilə gətirsin. Məsələn, insan su içmək istəyəndə demir ki, mən indi bu dəqiqə su içirəm, armudu stəkanda və s. Qəsd odur ki, insan həccə getmək istəyir, ümrəyə getmək istəyir. Sadəcə miqata çatanda girəcəyi ibadəti dilə gətirməlidir ki, çünki sünnədə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm girəcəyi ibadəti dilə gətirib miqatda. Və miqat da 5 yerdədir. Miqat da insan ehrama girmək üçün olan miqat 5 yerdədir. Zülhüleyfədə, hansı ki Mədinədədir, Cü'fədə, Qarn-ı Mənazildə, Yələmləmdə, Zət-i İrqdə. Peyğəmbər s.ə.v deyib ki, Hunnə ləhunə və limən marra aleyhinnə min qeyri əhlihinnə mimmən yuridul həccə və ümrə. Bu, orada olan, yəni yaşayanlar üçündür və oradan keçən, həcc və ümrə etmək istəyənlər üçündür. Amma ki, kim miqatdan sonra yaşayır, onlar olduqları yerdən ehrama girir, hətta Məkkə əhli Məkkədən ehrama girirlər. Həcc üçün Məkkədən ehrama girirlər, ümrə üçün yaxın Hil deyilən ərazi var. Yəni, haramın ərazisindən xarici olan bir əraziyə çıxırlar. Necə ki, indi Ayşə məscidi deyilən yerə çıxırlar ümrə üçün. Zülhüleyfə Mədinə əhlinin miqatıdır və Məkkəyə ən uzaq miqatlardan biridir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm o miqatdan çıxır həccinə. Və Cü'fə isə Şam əhlinin və Misir əhlinin miqatıdır. Cü'fə Şam əhlinin və Misir əhlinin miqatıdır. Hətta Mədinə əhlinin bəziləri o yoldan gələndə onlar üçün də miqat sayılır. Və Şeyx İslam İbn Teymiyyə deyir ki, yəni buna kim Şamdan və ya Misirdən, Məğribdən həccə gəlirdisə, oradan ehrama girirdilər. Amma indi hal-hazırda Şeyx İslam İbn Teymiyyə dövründən danışırıq. Deyir ki, hal-hazırda o yer xarabadır. Heç kim oradan girmir. Ondan qabaq, biraz qabaq Rabıq deyilən yer var. Hətta indi də həmin yerə Rabıq deyilir. İnsanlar oradan ümrəyə girirdilər. Şamdan, Məğribdən, Misirdən gələnlər. Qarn-ı Mənazil, hansı ki Qarn-ı Səalib də adlanır. Bu Nəcd əhlinin miqatı idi. Yəni Riyaddan gələnlər və ya Qasımdan gələnlər, onlar oradan miqata girirlər. Yələmləm isə Yəmən əhlinin miqatıdır. Yəməndən gələnlər oradan ehrama girirlər. Zət-i İrq isə hansı ki çöldədir o İraq əhlinin miqatıdır. Yəni onlar oradan ehrama gəlirdilər. Ona görə də ehrama girmək istəyən və biz danışacağımız həcc, hansı ki həccin növü təməttü həcci olacaq. Dedik ki, həccin 3 növü var. Keçən dərsdə toxunduq. Qiran, ifrad və təməttü həcci.
Qiran həcci odur ki, insan özü ilə miqatdan heyvan sürüb gətirir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kəsəcəyi heyvanı özü ilə sürüb gətirmişdi və Əli ibn Əbi Talib radiyallahu anh Yəməndən Peyğəmbər üçün kəsəcəyi dəvələri sürüb gətirmişdi. İfrat həcci hansı ki, orada ümrə yoxdur. Təməttü həcci hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin son əmridir ümməti üçün. Həcdən qabaq ümrə edib, ehramdan çıxıb həcci gözləmək, sonra həccə niyyət edib, həccə edib, ibadəti bitirmək. Bu həccə, yəni təməttü həcci deyirlər. Nə üçün təməttü adlanır? Yəni ümrə edəndən sonra ehramdan çıxırdılar. Yəni rahat olurdu, halal olurdu hər şey olaraq. Yəni ehramdan qabaq nə haram etsə, sonradan halal olurdu. Ona görə təməttü adlandırmışlar. Keçən dərslikdə dedik ki, bəzi zəlalət firqələr təməttü həccə haqda varid olan dəlilləri gətirib muta siğə hədisləri kimi qələmə verirlər ki, yəni səhabələr həcdə də yəni muta edirdilər və s. Hansı ki, başıma gəlib, mən atılmadım, həcdən gedir. Ona görə kim ehrama girmək istəyirsə, yəni kim qiran həccə edəcəksə, yəni özü ilə heyvan gətirəcəksə, təlbiyə edəndə deyir ki, Ləbbeyk Allahumma bi həccətin və umrah. Həcc və ümrəyə təlbiyə edir. Yəni Allahım, təlbiyə edirəm həcc və ümrəyə. Amma kim ki heyvan gətirməyib sözü ilə, ona vacibdir ki, təməttü həcc eləsin. Necə Şeyx Albani deyir və deyir ki, Ləbbeyk Allahumma umratan. Ümrəyə təlbiyə edir təkcə və sonra ümrə bitəndən sonra gözləyir həcci və həccin Zilhiccənin 8-ci günü həccə niyyət edib çıxacaq. Toxunacaq o mövzuya da. Və çünki Peyğəmbər sallallahu aleyhi və səlləm keçən dəfə dərsdə dedi ki, deyib ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ondan varid olan hədisdə deyib ki, ümrə həccə daxil oldu qiyamətə kimi. Sonra barmaqlarını bir-birinin içinə saldı. Və həmçinin gəlib ki, deyir ki, sallallahu aleyhi və səlləm, ey Məhəmmədin ailəsi, kim sizdən həcc edirsə, ümrədən sonra ehramından çıxsın, həccinə kimi. Yəni, həccinə kimi ehramından çıxsın, yəni halal olsun. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edib qızı Fatiməyə ehramdan çıxmağa, həmçinin o ilə gələn qadınlara və kişilərə, hətta Əli ibn Əbi Talib radiyallahu anh o dəvələrlə Yəməndən gələndə görəndə ki, Fatimə radiyallahu anh ehramdan çıxıb bəzənib etiraz edir ona. Deyir ki, yəni necə həcdə ehramdan çıxmısan? Deyir ki, atam mənə bunu əmr edib. Atam mənə bunu əmr edib. Ona görə də insan əgər həccə niyyətlənibsə, vacibdir ki, təməttü həccə eləsin. Peyğəmbər sallallahu aleyhi və səlləmin son əmri olduğuna görə. Və istəsə şərt qoya bilər təlbiyə edəndə. İnsan qorxarsa ki, birdən gedər, yolda qalar, ölər, xəstələnər. Ehrama girəndə müstəhəbdir ki, istəsə təlbiyə ilə şərt qoysun Allah Taalaya. Yəni, desin ki, Allahümmə muhilli heythu həbəstəni. Allahım, yəni halal oluram, harda mənə mane oldun getməyə. Harda mənə mane oldun getmə, orada halal oluram. Yəni, ehramdan çıxa bilsin deyə, ehramda qalmasın deyə, ehramdan qabaq halal olanlar ona halal olsun deyə. Lakin, sonraki il həccini gəlib tamamlaya bilər. Amma İslam həccidirsə, Şeyx Albani deyir ki, sonraki il qəza edir o həcci. Yəni, sözsüz ki, əgər imkanı olacaqsa, yəni nəsə mane olsa, quldurlar, yolda kəssə qabağını, xəstəlik, hansı ki, gedə bilməsə və ya ola bilər ki, Ərəfaya çıxan məsələ xəstələnsin insan və s. və müstəhəbdir ki, bu şərti desin. Allahümmə muhilli heythu həbəstəni. Ehram üçün xüsusi namaz yoxdur. Ehram üçün bəzi insanlar cahillikdən elə bilirlər ki, ehrama girəndən sonra 2 rükət namaz qılmalısan. Ehram üçün xüsusi namaz yoxdur. Lakin hər hansı bir namaz vaxtı gəlib girsə, tutaq ki, zöhr namazı, necə Peyğəmbər sallallahu aleyhi və səlləm ehrama girdikdən sonra zöhr namazın vaxtı idi, zöhr namazını qılıb sallallahu aleyhi və səlləm. Hər hansı bir namazın vaxtı girsə, o namazı qıla bilər. Yalnız Mədinədən kim miqata gələcəksə, ona müstəhəbdir ki, Zülhüleyf adlanan yerdə, hansı ki, Əqiq vadisi də deyilir ora və ya Şəcərə məscidi deyilir ora. Orada 2 rükət namaz qıla bilər. O yerə görə, ehrama görə yox. O yerin və ya o məscidin olduğu yerin mübarək olmasına görə. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabitdir bu. İmam Buxar rəvayət edir, Ömər radiyallahu anh deyir ki, eşitdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm
Əqiq vadisində, yəni Zülhüleyfədə, Şəcərə məscidində və avamların bəziləri oranı Əbar Əli adlanır. Əli quyuları adlanır. Elə bilirlər ki, yəni həqiqətən adı belədir və ya orada quyular var. Lakin bu rəvayətlər hansı ki bu adla gəlib, hamısı yalandır. Ora gəlib Şəcərə məscidi adlanıb, Vadi Əqiq adlanıb, Mübarək Vadi adlanıb. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləmdən deyir ki, eşitdim ki, gecə mənə Allahdan bir elçi gəldi. Dedi ki, bu mübarək vadidə namaz qıl. Və başqa bir rəvayətdə Ömər radiyallahu anh deyir ki, həcdə idi bu. Yəni həccə çıxırdı Peyğəmbər sallallahu aleyhi və səlləm. Və həmçinin gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Zülhüleyfə adlanan yerdə vadi var. Peyğəmbər sallallahu aleyhi və səlləmə deyilir ki, innəkə bi bəthə mübarək. Sən mübarək bəthədəsən. Yəni mübarək olan yerdəsən, hansı ki o yerə görə namaz qıla bilər. O ki qaldı insan, yəni miqata çatdıqda, miqata çatmamış, niyyət edəndən sonra ləbbeyk Allahumma umratan və ya kiminsə yerinə edirsə, tutaq ki, yaxınlarından ölmüş kimsə, atasının, qardaşının və ya yaxın qohumu şikəst var, hansı ki, gedə bilmir. O yerinə həccə və ya ümrəyə çıxırsa, niyyət edəndə onun adından edir. Deyir ki, ləbbeyk Allahumma umratan ən Əhməd, məsələn. Ən, məsələn, Abdullah. Öz yerinə edirsə, deyir ki, ləbbeyk Allahumma umratan. Və ibadəti dilə gətirir, səsləndirir. Yəni, bu niyyət deyil. Alimlər deyirlər ki, bu niyyət deyil. Yəni, niyyəti yeri qəlbdir. Bu isə ibadəti səsləndirməkdir. İnsan ibadətə girdikdə, həcc və ömrə ibadətinə, çünki Peyğəmbər s.ə.v bu ibadətə girəndə səslə deyib, ibadəti elan edib, hansı ibadətə girir. O da ibadətini elan edir. Deyir ki, ləbbeyk Allahumma umratan. Və kimin əvəzinə edirsə, ləbbeyk Allahumma umratan ən Əhməd, ən Abdullah. Çünki sabitdir ki, kim öz yerinə həcc edibsə və ömrə edibsə, başqasının da yerinə edə bilər. Və bu haqda hədislər var. O müxtəsər toxunduğumuz üçün mövzuya o hədisləri yəni, zikr etməyə ehtiyac duymuruq. Və niyyət edəndən sonra müstəhəbdir ki, üzünü qibləyə tutub, desin ki, Allahümmə həzihi həccətun lə riyə fiyhə və lə sumə. Desin ki, Allahım, bu həcc və ya bu ümrə hansı ki, yəni niyyət edib, o ümrə, o həcdir ki, hansı ki, orada riya və kiməsə eşitdirmək yoxdur. Yəni, şirkdən uzaq olmağını elan edirsən ki, mən bunu yəni sırf Allah üçün edirəm. Tohidi həyata keçirmək üçün. Çünki həcc başdan ayağa tohiddir. Həcc başdan ayağa tohiddir. Və təlbiyə etməyi sallallahu aleyhi və səlləmin görəcəksən tohiddir. Çünki Cəbir radiyallahu anhu hədisi rəvayət edəndə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm tohidə təlbiyə etdi. Yəni, ibadətə girəndən sonra deyir ki, tohidə təlbiyə etdi və insanlar da onun təlbiyəsi ilə təlbiyə etdilər. Yəni, tohidə təlbiyə. Nə deyirsən? Elə ki, dedin, ləbbeyk Allahümmə umratan. Deyirsən, Allahümmə həccə həzi həccətun lə riyəyə fiyhə və lə sumə. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyib bu sözü. Və sonra deyirsən ki, ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mülk lə şərikə lək. Yəni, ləbbeyk Allahümmə ləbbeyk, yəni Allahım sənin çağırışına cavab verəndən sonra cavab verərək gəlmişəm. Təkiddir. Və təkid edirsən, ləbbeykə lə şərik. Yəni, gələndən sonra yenə gəlmişəm, yəni artıq huzurundayam. Sənin heç bir şərikin yoxdur. Həm nimət sənindir, mülk sənindir. Sənin heç bir şərikin yoxdur. Tohiddir. Bu kəlmələr tohiddir. Ona görə gəlib ki, sallallahu aleyhi və səlləmdən bəzən təlbiyə edəndə deyir ki, ləbbeykə iləhəl haqq. Bu kəlməni də işlədir Peyğəmbər sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin təlbiyəsini istifadə etmək daha əfsəldir. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm necə təlbiyə edib, elə təlbiyə edib. Çünki gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrindən bəzi sözləri artırırdılar. Peyğəmbər sallallahu aleyhi və səlləmin huzurunda. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmdən yanında olan insanlardan gəlib ki, deyirdilər ki, ləbbeykədəl məaric, ləbbeykədəl fəvadil. Peyğəmbər sallallahu aleyhi və səlləm heç nə demirdi onlara. İqrar eləyirdi ki, olar. Və İbn Ömər məsələn artırır, deyir ki, ləbbeykə və səədeyk, vəl xeyru biyədeyk, vəl rəğbə ileykə vəl əməl. Bu təlbiyəni də artırırdı. Yəni, bunları da istifadə edə bilər. Və təlbiyə edəndə sünnədir ki, insan səsini qaldırsın. İnsan səsini qaldıraraq etsin. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Cəbrail yanıma gəldi, mənə əmr etdi. Dedi ki, əshabıva əmr et və mənimlə olanlara əmr et, səslərini təlbiyədə qaldırsınlar. Bəli.
Deməli Peyğəmbər sallallahu əleyhi və səlləm Cəbrayildir ki, səhabələr və Yahvə yanında olanlara əmr et ki, təlbiyədə səslərini qaldırsınlar və Peyğəmbər sallallahu əleyhi və səlləm həmçinin deyib ki, ən əfsəl həc əl-əcc və səc. Çox qan axıtmaq, yəni çox qurban kəsilən həcdir və çox təlbiyə olunan, yəni səsi qışqırıb, yəni təlbiyə edilib yüksəldilən həcc. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabələr yüksək səslə təlbiyə edirdilər. Hətta Əbu Hazim rahimehullah deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin səhabələri elə təlbiyə edirdilər ki, Ruhə adlanan yerə çatanda artıq səsləri batırdı. Yəni o qədər yüksək səslə eləyirdilər. Və deyir ki, sallallahu əleyhi və səlləm, mən sanki Musaya baxıram, səni deyir ki, həbitən minəs-səniyyə. Səniyyə adlanan, yəni yüksək yerdən düşür. Və ləhu civarun ilallahi təalə bit-təlbiyə. O Allaha yüksək səslə təlbiyə edərək, yəni qışqıraraq səsi gəlirdi, yəni təlbiyə edərək. Həmçinin gəlib ki, qadınlar da təlbiyə edəndə səslərini qaldıra bilərlər. Bundan əvvəlki hədislərə görə, əgər fitnə yoxdursa, fitnə üçün qorxulmursa, yəni fitnə olacağı qorxulmursa, yəni kişilərin arasındadırlar xüsusən, fitnədən qorxmurlarsa səslərini yüksədə bilərlər. Çünki Ayşə radiyallahu anhə səsini qaldırırdı tərbiyədə. Gəlib ki, Ayşə radiyallahu anhə səsini qaldırırdı, hətta kişilər eşidirdi. Onun üçün Əbu Atiyə deyir ki, eşitdim ki, Ayşə radiyallahu anhə deyir ki, mən bilirəm Peyğəmbər sallallahu əleyhi və səlləm necə tərbiyə edirdi. Sonra eşitdirirdi tərbiyəni onlara. Deyirdi ki, ləbbeyk Allahümmə ləbbeyk. Və gəlib ki, Qasım ibn Muhammeddən deyir ki, Muaviyə bir gün Müzdəlifə gecəsi çıxır və eşidir ki, tərbiyə deyir kimsə qadınlardan. Deyir ki, kimdir bu? Deyirlər ki, möminlərin anası Ayşə Tənəimdən ümrəyə girib. Tənəimdən ümrəyə girib və Ayşə radiyallahu anh xatırladılar bunu ki, bəs Muaviyə belə dedik. Dedi ki, məndən soruşsaydı mən ona deyərdim. Yəni ki, bu göstərir ki, qadınlar da yəni səslərini qaldıraraq tərbiyə edə bilərlər. Həmçinin tərbiyə edən insan tərbiyəni davamiyyətli eləməlidir. Çünki bu həccin şüarlarındandır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, elə bir tərbiyə edən yoxdur ki, onun sağında, solunda nə varsa tərbiyə eləməsin. Ağac, daş, hətta yer üzü buradan və buradan qurtarana qədər, yəni sağından solundan qurtarana qədər. Xüsusən də yüksəyə qalxdıqda və düşdükdə insan tərbiyə etməlidir. Yəni harasa yüksəyə qalxdıqda və ya düşdükdə. Çünki bundan əvvəlki hədis ona dəlalət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Musanı gördüm yüksək yerdən düşəndə tərbiyə ilə, yəni səsini uzatmışdı. Və başqa bir hədisdə gəlir ki, mən sanki ona baxıram, vadidən enir və tərbiyə edir. Vadidən enir, tərbiyə edir. Və həmçinin tərbiyə edərkən insan la ilahə illallah bu zikri də edə bilər. Yəni qatışdıra bilər tərbiyəni təhlillə. La ilahə illallah və ya tərbiyə deyə bilər. Çünki sabitdir. Gəlib İbn Məsud radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmlə çıxdıq. Peyğəmbər sallallahu əleyhi və səlləm Cəmaratul Əqabəni insanların dilində böyük şeytan kimi məşhurdur o söz. Evet. Əslində sünnədə o daşlanan yerlərin şeytan adlanması sabit deyil. Yəni insanların dilində gəzən sözdür. Çünki İbrahim Peyğəmbər bilir ki, böyük cəmarat gedir. Ya da böyük cəmaranı daşlayıb. Peyğəmbər sallallahu əleyhi və səlləm böyük cəmaranı daşlayır. Deyir ki, gördüm ki, qaçışdırır təlbiyə ilə təhlili. Yəni hər ikisini deyir. Elə ki Məkkənin, yəni haram ərazisinə çatdı, şeyx deyir və Kəbənin evləri göründü, təlbiyəni dayandırır. Tərbiyəni dayandırır. Çünki bundan sonraki əməllərlə məşğul olmalıdır. Hansı ki, o əməllər artıq ümrədən qabaq olan əməllərdir və ümrəyə aid olan əməllərdir. Və bəzi alimlər deyib ki, Kəbəni görənə kimi. İxtilafdır alimlər arasında. Və şeyx deyir ki, Kəbədəki evləri görənə kimi. Çünki o vaxt Kəbədəki evlər Kəbəyə yaxın idi. İndi Məkkədəki evlər Kəbəyə yaxın idi. İndi Məkkə ərazisi böyüyüb və Həramın ərazisində evlər çoxdur. İstəsə, yəni Həramın ərazisinə daxil olduqda dayana bilər təlbiyəni. İstəsə Kəbəyə kimi, yəni təlbiyə edə bilər. Həmçinin elə ki çatdı Məkkəyə, şeyx deyir ki, müstəhəbdir kim bacarırsa Məkkəyə daxil olmamışdan qabaq qüsl alsın. Deyir ki, kim bacarırsa, rahatlıq varsa onun üçün, asanlıq varsa, Məkkəyə girməmişdən qabaq qüsl alsın və yaxşıdır ki, günorta vaxtı girsin Məkkəyə. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm girib, onu örnək götürərək. Və yaxşıdır ki, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yüksək olan ki, Məkkənin yüksək yerindən daxil olub harama.
Və şeyx zikr edir hansı tərəfdən? Deyir ki, qəbristanlığa baxan tərəfdə olan qapıdan girib. Şeybənin adlanan qapıdan girib. O vaxt o qapı belə adlanırdı. O qapıdan Peyğəmbər sallallahu əleyhi və səlləm daxil olub. Yox, Bəqi Mədinədə. Məkkədəki olan qəbristanlıq tərəfə baxan qapıdan Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni Məkkənin yüksək yerindən daxil olur. Lakin Məkkəyə gedən yollar çoxdur. Ona görə deyir ki, şeyx nə üçün Peyğəmbər sallallahu əleyhi və səlləm oradan girib? Çünki Qaradaşa ən yaxın yol o idi. Qaradaşa və Kəbəyə ən yaxın yol o idi. Lakin hər hansı bir yoldan, hər hansı bir qapıdan Kəbəyə daxil olsan icazəlidir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, Məkkənin hər yeri yoldur və qurban kəsmək olar orada və ya qurbangahdır. Məkkənin hər yeri yoldur və qurbangahdır. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Məkkənin hər yeri yoldur. Buradan da girə bilərsən, buradan da çıxa bilərsən. Ona görə insan üçün hansı qapı rahatdırsa məscidə girmək, o qapıdan daxil ola bilər. Və elə ki, məscidə daxil oldu, müstəhəbdir sağ ayağından daxil olasın. Necə ki, digər məscidlərə. Və deyirsən ki, Allahümmə salli alə Muhammed və alə əli Muhammed, Allahümmə ftəhli əbabə rəhmətik. Bu duanı deyib məscidə daxil olsan. Və ya deyirsən ki, Əuzu billahil azim və bivacihil kərim və sultanil qadim minəşşeytanirracim. Yəni məscidə daxil olan duanı deyə bilərsin, müsəlman qalasında var. Elə ki, Kəbəni gördün, müstəhəbdir ki, əlvi qaldırasan. Necə ki, İbn Abbas radiyallahu anhu deyir və sabitdir. Bu İbn Abbas radiyallahu anhudan və elə ki, daxil olduğun artıq ümrədə edəcək əhkamlar başlayır. Və bəzi insanlar görürsən ki, daxil olan kimi dua edirlər. Elə bilirlər ki, xüsusi dua var. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləmdən bu haqda xüsusi dua yoxdur ki, yəni Kəbəyə daxil olanlar nəsə xüsusi dua deyilsin. Məsələn, deyirlər ki, deyə bilərsən, Allahümmə entəs-sələm və minkəs-sələm təbarəkdə ya zəlcələli vəl-ikram. Və bu duanı, yəni, bəzi sahabələrdən nəql olub. İstəsə onu deyə bilər. Yəni, bu dua, məsələn, istəsə deyə bilər. Amma xüsusi dua yoxdur dediyimiz kimi. Sadəcə Ömər radiyallahu anhu, məsələn, bəzən bu duaları deyirdi. Bəzi rəvayətlərdə deyir ki, bu duanı deyirdi daxil olanda. Amma bəzi alimlər zəifləşdirib bu hədisi. Və ya ki, insan desə, şeyx deyir ki, gözəldir. Lakin istədiyi duanı edə bilər. Yəni, hər hansı bir məscidə girərkən insan dua etmək istədiyi, nə dua edirsə, o duaları edə bilər. Sonra tavaful qudum başlayır. Yəni, ilk insan gələndə edəcəyi tavaf başlayır. Və bu tavaf necədir? Ona toxunacaq. Və şeyx deyir ki, tavafa başlamaq Qaradaşdan başlayır. Qaradaşa bir sayılır. Qaradaşa bir sayılır. İnsan tavafa başlamaq istəyəndə Qaradaşa yaxınlaşır. Ona toxunur. Yəni, bacarırsa əlini sürtür. Bacarırsa öpür. Və bacarmırsa əli ilə sadəcə uzaqdan işarə edir. Bismillah, Allahu Akbar deyir. Və şeyx deyir ki, yəni, bacarırsa üzünü tutur, yəni, Qaradaşa doğru. Necə ki, Ömər radiyallahu anh'da mövquf olaraq sabitdir, Qaradaşa doğru dayanır və təkbir edirdi. Yəni, Qaradaşa yönəlirdi, təkbir edirdi. Şeyx deyir ki, bacarırsa əli ilə toxunursan Qaradaşa. Və sonra bacarırsansa öpürsən. Bacarırsansa da hətta şeyx deyir ki, səcdə də edə bilərsən onun üzərində. Yəni, alnını qoya bilərsən. Yəni, necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm edim, həmçinin Ömər radiyallahu və İbn Abbasdan gəlib bu. Yəni, alnını qoyardı. Və əgər öpə bilmirsənsə, əlinlə sürtürsən Qaradaşa, toxunursan, sonra əlini öpürsən. Əgər bacarmırsansa, və gəlib ki, bəzi rəvayətlərdə əsanla da toxunurdular. Yəni, əsanla insan əyəni əsası ilə toxunub, əsasını da öpə bilər. Yəni, adam çox olduqda. Və əgər bacarmırsansa əllə toxunmaq, öpmək, uzaqdan işarə edirsən. Lakin işarə edəndən sonra uzaqdan əli öpmürsən. Necə ki, bəzi cahillər edir, elə bilirlər ki, icazəlidir bu. Və sonra tavafa başlayırsan və hər tavafda icazəlidir öpmək.
və icazəlidir əl sürtmək və hər tarafda bacarmırsa saat əqrəbinin əksi istiqamətinə gedirsən də, bəli. 7 dəfə dövrə vurursan. Yəni çətin bir şey deyil. Yəni Qaradaşın ətrafında 7 dəfə dövrə vurmaq bu tavafdır. İnsan məsələn hətta zikirləri bilməsə belə və ya içsə qrupdan qorxmasın. Əsas odur ki, Kəbəni 7 dəfə tavaf eləməlisən. Qaradaşda başlayırsan, Qaradaşda qutarırsan, bu 1 sayılır. Beləcə 7 dövrə vurulur. Və yaxşıdır ki, hər tarafda bacarsansa öp Qaradaş və ya əlvi sürt. Bacarmırsansa uzaqdan işarə edirsən. Birincidə deyirsən Bismillah, Allah Akbar. Digər dövrələrdə sadəcə Allah Akbar deyirsən. Bismillah demirsən və 7-cidə də heç nə demirsən. 7-cidə yəni hətta işarə eləmirsən, çıxırsan. Və əgər izdihamdırsa insanlara izdiham eləmirsən, yəni basa-basa girmirsən. Əziyyət vermirsən. Peyğəmbər sallallahu əleyhi və səlləm Ömər radiyallahu anh nə deyir? Deyir ki, ey Ömər, sən güclü kişisən, zəiflərə əziyyət vermə. Əgər Qaradaşı öpmək istəsən, boşluq tapsan, onda keç, yəni toxun. Yoxsa ki, çevril ona tərəf və təkbir et. Yəni Allah Akbar de, davam et. Və hər Qaradaşı toxunmaq fəziləti gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmlə bəzi hədislərdə deyir ki, sallallahu əleyhi və səlləm Allah Taala qiyamət günü Qaradaşı gətirəcək və deyir ki, onun 2 gözü olacaq, hansı ki o ilə baxacaq və dili olacaq, hansı ki o ilə danışacaq, şəhadət edəcək kim onu haqqı ilə toxunub. Və gəlib bəzi rəvayətlərdə ki, Qaradaşa toxunmaq və həmçinin Yəmən küncünə, hansı ki Qaradaşdan bir əvvəl küncdür, ona da əl sürtmək günahları salır. Günahları salır və deyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Qaradaş cənnətdəndir. Və ağ idi qardan, sonra şirk əhlinin etdikləri günahlardan qaralıb. Ona görə də Qaradaşdan başlayırsan tavafı. Yəni Kəbədə tavaf başlayır Qaradaşdan, Kəbəni sol tərəfə salırsan, sol tərəfə və beləcə deyirsən saat əqrəbi istiqamətə dövrə vurmağa başlayırsan 7 dəfə. Daşdan daşa bu bir dövrədir. Həmçinin sünnədir ki, tavaf edəndə, tavaf-ül qudumda, yəni birinci tavafda insan sağ çiynini açsın. Yəni ehramı sağ çiyinin altından götürüb açsın. Sağ çiyin bayırda olur. Sağ çiyin çöldə olur və eləcə tavaf edirsən 7 dövrənin hamısında. Sağ çiyin açıq, tavaf edirsən. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm müşriklərə güclərini göstərmək üçün elə idi. Çünki müşriklər oturmuşdular, baxırdılar ki, bunlar səfərdən gəlib, necə tavaf eləyəcəklər, zəifdilər, yorğundular. Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir ki, sağ çiyini açsın səhabələr və açıb elə tavaf ediblər. Və sünnədir ki, ilk 3 dövrəsində iti addımlarla gedəsən. Yəni sürətli addımlarla. Tam qaçaraq yox, iti addımlarla gedəsən, yəni sürətli addımlarla. Sadəcə 3-ündə, qalan digərdə isə gəzərək gedəsən. Sağ çiyinin açılması tavafdan qabaq və tavafdan sonra bidətdir. Yəni bəzi insanlar görürsən sağ çiyini açıq gəzir ehramda. Elə bilir ki, sünnə budur. Və ya namaza duranda sağ çiyini açıq durur. Namaza duranda bağlamalıdır. Əslində bağlamalıdır namaza duranda da. Tavafdan qabaq da bağlamalıdır. Sadəcə tavafda sağ çiyin açılır. Elə ki, tavaf bitdi, sağ çiyin bağlanılır. Və müstəhəbdir ki, Yəmən küncünə çatanda hər dövrədə, 7-sində də Yəmən küncünə əl sürtəsən. Amma Yəmən küncü öpülmür. Necə ki, bəzi cahillər elə bilir ki, Yəmən küncü də öpülür. Dua oxunur da o da. Hə, dua oxunur. Yəmən küncü öpülmür. Yəmən küncünə uzaqdan işarə olunmur. Bacarırsansa əl sürtürsən və dövrəvi davam edirsən. Və Yəmən küncü ilə Qaradaş arasında sünnədir deyəsən, Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirəti həsənə və qinə əzəbənnar. Hətta təkrarlamaqla olsa belə. Çünki izdiham olanda çox deyirsən. Təkrarlayırsan. Yəmən küncündən Qaradaşa çatan kimi bir müddət vaxt alır. Ona görə təkrarlayırsan onu. Və lakin dedi ki, Yəmən küncünə əl sürtülmür və Yəmən küncü öpülmür. Yəmən küncü daha öpülmür. Əl sürtüləcəkdən sonra əl öpülmür və ya işarə olunmur uzaqdan. Sadəcə əl sürtürsən və Rabbənə ətinə fid-dunya həsənə. Yəni sürtə bilməsən də belə adam sürtə bilməsən də belə eyib etməz, zərər etmir tavafa, ümrəyə zərər etmir. Sadəcə Qaradaşa işarə edirsən, Bismillah, Allah Akbar və digər dövrlərdə Allah Akbar keçirsən. Biz ümumi tavaf əsnasında nə isə bir dua var. Ümumi tavaf toxunacaq ona. Ümumi tavaf əsnasında gəlincə və qoy ondan qabaq bəzi sünnələr var, ona toxunaq. Gəlib ki, qapı ilə Qaradaş arasında multəzəm deyilən yer var. Və müstəhəbdir insan sinəsini və üzünü ora qoyub və dirsəklərini ora qoyub dua etsin Allah Taalaya. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmlə bu sabitdir.
ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin yerdə dua edib. Nə deyib ki, Qaradaşla qapı arasındakı yer mültəzəmdir. Deyib ki, bura mültəzəmdir. Və gəlib ki, Urva ibn Zübeyir həmçinin əlini qoyurdu, üzünü qoyurdu ora, dua edirdi həmin yerdə. Və gəlib ki, orada olunan dua, yəni ki, qəbul olunan dualardandır. Və tavaf üçün xüsusi zikir yoxdur. Tavaf üçün xüsusi zikir yoxdur. İnsan Quran oxuya bilər tavaf etdikdə, istədiyi zikri edə bilər, istədiyi duanı edə bilər. Və gəlib Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, evi tavaf etmək namazdır və ya namaz kimidir. Lakin Allah Teala onda icazə verib danışmağa. Ona görə bəzi alimlər deyirlər ki, şərtdir tavafda dəstəmazda olsun insan. Dəstəmazda olsun. Bəzi alimlər də görür ki, tavafda dəstəmazda olmasa da olar. Lakin insan dəstəmazda olmağı daha əfsəldir və yaxşıdır ki, tavafa dəstəmazda girəsən. Lakin danışsa insan tavaf əsnasında yanında olan insanlarla o tavafı batil eləmir. Yəni namaz kimi deyil. Namaza danışdı, namaz batil. Lakin tavafda tavafı batil eləmir. Lakin deyir ki, sallallahu aleyhi ve sellem, kim danışsa xeyr danışsın. Kim danışsa xeyr danışsın. Yəni boş-boş sözlər danışmasın. Və bəzi rivayətlər gəlir ki, söhbəti və ya kəlamı azaldın tavafda. Yəni artıq sözlər danışmır. Yəni insanlar duanla, zikirlə məşğul olsunlar. Həmçinin tavaf edəndə kim tavaf edə bilməz? Heyzli qadınlar. Heyzli qadın həccə və ya ümrəyə niyyət edir. Hər şey edir həccin əhkamlarından, yalnız tavafla namaz qılmır. Tavafla namazı Səfa Mərvə arasında getmir, gözlü saxlayır. Onu da saxlayır. Çünki hal-hazırda Səfa Mərvə məscidə daxil olub. Çünki heyzli qadın məscidə girə bilməz. Ona görə tavafdan başqa həccin bütün əhkamlarını edir. Necə ki, Ayşə radiyallahu anh etmişdir. Necə ki, bəzi qadınlar, hansı ki, səhabə qadınlar, onlar nifaslı idilər. Onlar həccə niyyət elədilər. Sadəcə tavaf eləmədilər. Gözlədilər. Təmizlənəndən sonra tavaflarını elədilər və ümrələrini elədilər. Çıxdılar ehramlarından. Həmçinin çılpaq tavaf etmək olmaz. Gətirirlər alimlər kitablarında. Ne üçün? Məkkə müşrikləri vaxtı ikən həccə gələn ərəb qəbilələrini məcbur edirdilər ki, Qureyşin paltarlarını alıb da onda tavaf eləsinlər. Kimin də pulu olmurdusa onu məcbur edirdilər çılpaq tavaf eləsin. Onlar da çılpaq tavaf eləsin. Ona görə Peyğəmbər s.ə.v elə ki Məkkəni fəth edəndən sonra elan elədi ki, yəni artıq bundan sonra heç kim Kəbədə nə müşrik, nə də ki çılpaq tavaf edə bilməz. Ona görə Kəbəni tavaf edə bilməz çılpaq, Kəbəni tavaf edə bilməz heyzli olan. Və Ayşə radiyallahu anhə də vida həccində olan, yəni etdiyi əməllər buna dəlalətdir. Deyir ki, sallallahu aleyhi ve sellem ona həcc edən nə edirsə onu et, sadəcə evi tavaf eləmə və namaz qılma ta ki təmizlənənə qədər. Ta ki təmizlənənə qədər. Elə ki 7-ci dövrəni vurdu qutardı. Yəni deyir ki, Qaradaşda başlayıb Qaradaşda qutarmaq bir dövrədir. Elə ki 7-ci dövrəni qutardın, heç nə demirsən, çıxırsan və gəlirsən İbrahim məqamı deyilən yerə. Görəcəksən İbrahim məqamı vaxtı ikən Kəbənin yaxınlığında olub. Hansı ki İbrahim Peyğəmbər Kəbəni tikəndə və ya qaldıranda o daşın üzərinə çıxıb qaldırıb və ayaq izləri var orada. Ömər radiyallahu xilafətində zəvvarlara maneə törətdiyi üçün onu çəkib biraz araya ki, rahat tavaf edə bilinsin. Və tavafda bir şeydə diqqət edin. Tavaf edəndə görəcəksiniz ki, Kəbənin ətrafında ağ aypara kimi daş var. Bəziləri ora Hicr İsmail deyir. Amma sünnədə Hicr İsmail olaraq adı sabit deyil. O daşlar Kəbədən qalan daşlardır. Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında Kəbə təmir olunanda o daşlar artıq qaldığı üçün Məkkə müşrikləri onu orada tikmişdilər. Yəni qırağa tikmişdilər. Onun içində namaz qılmaq Kəbədə namaz qılmaqdır. Tavafda onun içindən keçmək olmaz. Onun içindən keçmək o dövrə sayılmır. Onun ətrafından keçməlisən. Onun ətrafından fırlanmalısan ki, dövrən sayılsın. Elə ki 7-ci dövrəni bitirdin, İbrahim məqamı deyilən məqam var. Onun arxasında, əgər izdihamdırsa hər hansı bir yerdə 2 rükət namaz qılmaq sünnədir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmlə sabitdir ki, İbrahim məqamının arxasına keçir və deyir ki, وَاتَّخِذُ مِنْ مَقَامِ İbrahim مُسَلَّى İbrahim məqamını namazgah götür. Və həmin yerdə dayanıb 2 rükət namaz qılırsan. Müstəhəbdir ki, 1-ci rükətdə Kəfirin surəsini oxuyasan, Fatihədən sonra, 2-ci rükətdə
İxlas surəsini oxuyasan Fatihədən sonra. Yəni ehramda da çiyin bağlanır namaz. Və ehramda bəli, ehram artıq qalxır, çiyinlər bağlanılır. Ona görə də həmçinin namaza durduğun zaman İbrahim məqamında diqqət et qabağından heç kim keçməz. Xüsusən də izdiham vaxtı qadınlar keçir və dedi ki, keçən dəfə fərq yoxdur. Hər hansı bir məscidlə Kəbə məscidi və Peyğəmbər sallallahu məscidi gedib qadınların səfində dayanmayın. Namaz qadınların içində deyil. Batil olur. Yəni elə yer seç ki, namazda qabağından nə kişi, nə qadın keçsin. Heç kim önündən keçməsin. Varid olan ümumi hədislərə görə. Elə ki, namazdan qutardın, sünnədir ki, gedib zəmzəm içəsən. Doyunca. Bacardıqca içəsən, necə Peyğəmbər sallallahu əleyhi və səlləm içib və sünnədir ki, başına da tökəsən ondan. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm edib bunu və deyib ki, zəmzəm suyu nə üçün içilir? Onun üçün, yəni şəfadır. Həmçinin deyib ki, o mübarəkdir. Yəni onda yemək var, şəfa var və buyurub ki, yer üzərində ən xeyirli su zəmzəm suyudur. O azlıqdan doyuzdurandır və xəstəlikdən də sağaldandır, yəni şəfa verəndir. Sonra sünnədir, əgər bacarırsansa qayıdıb Qaradaşa tərəf təkbir edəsən. Deyəsən Allahu Akbar. Zəmzəm içəndən sonra və başa düşəndən sonra. Əksər insanlar məsələn bunu bilmir. Bunu mən də bilmirəm. Bu sünnədir. Və bacarırsansa toxunasan. Dediyimiz ya öpəsən, ya da toxunub əlvi öpəsən, ya da ki işarə edirsən, gedirsən. Hara gedirsən? Səfa Mərvəyə. Səfa Mərvə təpələr idi. Səfa Mərvə arasında Həcar anamız qaçıb su axtararkən İbrahimin yoldaşı. Su axtararkən İsmail üçün o təpələrdə qaçıb yuxarı aşağı. Ona görə o sünnə kimi qalıb və ümrədə, həcdə o sünnə kimi edirik. Səfa Mərvə arasında səy etmək deyilir. Səy etmək yəni gedib gəlmək. Səfadan Mərvəyə getmək bir sayılır. Bu tavaf kimi deyil. Yəni Səfadan Mərvəyə, Mərvədan Səfaya bir deyil. Səfadan Mərvəyə birdir. Mərvadan Səfada başlayıb, onda Mərvada bitirirsən. 7-cini Mərvada bitirirsən. Yəni deyir ki, şeyh, sonra qayıdırsan və Səfa Mərvə arasında səy etmək üçün qalxırsan və deyirsən ki, İnnəs Səfə vəl Mərvətə min şəairillah. Həqiqətən Səfa Mərvə Allahın şüarlarındandır. Fəmən həccəl beytə və təmara fələ günah əleyhi ən yəttəhu bihimə. Kim həcc ümrə etmək istəsə, yəni onlar arasında tavaf edib gedib gəlməsi günah deyil. Və mən tətəvvə xeyran fə innəllah şəkirun əlim. Kim yəni nafilə edirsə, bu daha xeyirlidir. Allah Taala şükür edən və biləndir. Sonra deyirsən ki, nəbdəu bimə bədə Allah. Başlayırıq Allah nə ilə başlayır? Nə deməkdir bu? Allah Taala deyir ki, İnnəs Safa. Allah Taala Safa ilə başlayır ayəni. Ona görə Peyğəmbər sallallahu deyir ki, nəbdəu bimə bədə Allah. Allah nə ilə başlayır? O ilə başlayır. Yəni Safadan başlayır. Yəni Safadan başlayır, qalxır, üzünü tutur Kəbəyə. Şeyx deyir ki, hal-hazırdakı dövrdə Şeyx Albani öz zamanında danışır, rahimehullah, Kəbəni görmək çətindir. Sütunların arasından az bir şey görsənir deyir. Yəni kim görəcəksə, müvəffəq olacaqsa xeyirdir deyir. Baxırsan Kəbəyə və əllərini qaldırırsan, qibləyə durursan Kəbəyə və dua edirsən. Birinci təkbir edirsən. Deyirsən Allahu Akbar, Allahu Akbar, Allahu Akbar 3 dəfə. Sonra deyirsən ki, La ilahe illallah vahdehu la şərikə ləh. Ləhul mulku və ləhul həmd və huve alə kulli şeyin qadir. Sonra isə duanı deyirsən. La ilahe illallah vahdə, əncəzə va'də və nəsər abdə və həzəməl əhzəbə vahdə. Yəni tərcümələrinə kim istəsə müsəlman qalasında var. Qayıdıb və həcc üçün olan kitabçılarda da var hamısının tərcüməsi. Hamısı görəcəksən ki, tohiddir. Hamısı tohidi əks etdirir. Peyğəmbər sallallahu bu duanı 3 dəfə edib. Və birinci duanı eləyəndən sonra dua edib özü üçün. Yəni birinci dua edəndə insan özü üçün dua edə bilər, ailəsi üçün, ümmət üçün, ümumən, müsəlmanlar üçün. Sonra ikinci dəfə bu duanı təkrarlayırsan eyni ilə. Sonra yenə özün üçün, ümmət üçün, ailən üçün, yaxınların üçün dua edirsən. Sonra bu üçüncü dua bir də edib düşürsən Mərvəyə. Gedirsən Mərvəyə tərəf. Və Mərvəyə gedəndə də orada da xüsusi dua yoxdur. Yəni Səfadan Mərvəyə gedəndə xüsusi bir dua yoxdur. İnsan istədiyi duanı edə bilər, zikr edə bilər, Quran oxuya bilər. Və Səfadan düşüb Mərvəyə doğru Peyğəmbər s.ə.v gedəndə deyir ki, səy edin. Çünki Allah Taala sizə səyi vacib edib. Yəni səy yazıb sizə, fərz edib. Və gəzərək gedirsən. Elə ki, 2 dənə yaşıl işarə var, görəcəksin. Onun arasına satanda sünnədir ki, orada qaçasan. Sünnədir ki, orada qaçasan. Çünki Peyğəmbər s.ə.v o yerdə qaçıb. Və Peyğəmbər s.ə.v-in zamanında ora Abtah adlanırdı o vadi.
O yer belə adlanırdı və indiyə kimi məsəl üçün bilinirdi o yerin nişanələri, hardan hara səfa sayılırdı. Hətta genişlənmədə deyirdilər ki, buradan bura səfadır, buradan bura enində səfa deyil. Yəni ondan kənara çıxırsan. Gəlir ki, Peyğəmbər s.ə.v əbtahı ancaq sürətlə keçərdi. Yəni iki sürətlə qaçırdı. Bəzi rəvayətlərdə gəlir ki, hətta dizləri açılırdı. Yəni elə qaçırdılar. Sonra digər ərazini isə gəzərək gedirsən. Yəni indi orada yaşıl işıqlarla göstərilib ki, həminki yerdə qaçasan. Və sonra gəlib Mərvəyə çatanda da artıq Mərvəyə qalxırsan. Yəni o dağlardan artıq bir şey qalmayıb. Yəni artıq məscidin arasında daxil olub. 1, 2, 3, 4 mərtəbə ediblər ki, insanlar rahat gedib gəlsin, izdiham olmasın. Görəcəksin inşallah, Allah müvəffəq etsin olmayanlara. Və elə ki qalxdın Mərvəyə, Mərvədə da eyni dualar deyirsən, sadəcə o ayəni oxumursan. İnnə səfə vəl mərvətə min şəairillah. O ayələr oxunmur. Sadəcə duanı deyirsən, Allah akbar 3 dəfə. La ilahə illallah vahdehu la şərikə lehul mulku və lehul hamdu və huve ala kulli şeyin qadir. La ilahə illallah vahdehu encəzə va'də və nasara abdə və həzəməl əhsəbə vahdə. Bu duanı 3 dəfə təkrarlayıb. Ortada da 2 dəfə özün üçün dua edirsən, sonra düşürsən səhvaya doğru girirsən. Yəni biri tamamladın, gedirsən ikincini tamamlamağa, hətta 7 dəfə gedib gəlirsən. Yəni Mərvadan Səfaya gəldin, bu 2 olur. Sonra yenə Mərvaya qayıdırsan, bu 3 olur. Beləcə 7 dövrəni tamamlayırsan və sonuncu 7-cidə Mərvaya qalxanda artıq heç nə demirsən. Heç bir dua demirsən. Nə qalır? Çıxıb, yəni məsciddən çıxıb, başını qırxdırıb və ya qısaldıb ehramdan çıxmaq. Yəni kişilər həcdirsə, ümrədirsə saçlarını qısaldırlar ki, həcdə qırxa bilsinlər. Qadınlar saçlarını toplayıb ucundan biraz götürürlər. Kesinlikle. O da oteldə və ya evlərində Məkkə əhlidirsə. Saqqaldan götürmək varmı? Bəzi alimlər deyirlər ki, bəli, saqqalından da qısalda bilər. Çünki ayədə gəlir ki, başlarını qırxanlar və qısaldanlar deyirlər ki, Allah Taala burada deyir ki, yəni başını qırxanlar, yəni saçını ehramdan çıxmaq üçün qırxıb və həmçinin qısaldanlar, saqqalını azaldanlar. Belə deyən alimlər də var. Səfa və Mərvə arasında dedik ki, xüsusi dua yoxdur. İstəsə tavafı, Səfa Mərvanı minikdə də edə bilər. Çünki Peyğəmbər s.ə.v gəlib ki, dəvədə edib. Səhabə və qadınlardan bəziləri Peyğəmbər s.ə.v dəvədə ediblər. İstər Səfa Mərvada, istər. Lakin indi hal-hazırki dövrdə məsciddə o çətindir. Görürsən ki, gəzə bilməyən yaşlı insanlar arabalarda onları məsəl üçün tavaf, səy etdirirlər və bu da icazəlidir və tavafları da səhihdir, səyləri də səhihdir. Hətta tavaf etdirənə, yəni onun əziyyəti müqabilində pul ödəmək də icazəlidir. Və Səfa Mərvə arasında xüsusi dua yoxdur. İstəsə deyə bilər ki, Rabbi xfir vərhəm innəkə entəl əzzul əkram. İstədiyi duanı bu duanı da deyə bilər. Elə ki 7-cidə qurtardı, qalxıb saçını qısaldır. Çünki ümrədir. Ümrədən sonra, yəni təməttü həccidir. Bu ümrədə saçını qısaldır ki, başında tükü olsun ki, həcdə də ehramdan çıxanda saçını qırxa bilsin. Və beləcə ehramından çıxır və həcc gününə kimi oturur Məkkədə, gözləyir həcc gününü, Zilhiccə ayının 8-ini, hansı ki tərviyə günü adlanır. Gələn dərsdə deyəcək ki, niyə görə tərviyə adlanır həmin gün? Artıq gələn dərsdə həccin əhkamlarına toxunacağıq və dedik ki, kim təməttü həcci eləməyibsə, özü ilə heyvan sürüb gətirəcəksə miqatdan, o çox azdır bu əsrdə, demək olar ki, yox səviyyəsindədir. O da Peyğəmbər sallallahu aleyhi və səlləm kimi gözləyir, yəni ehramdan çıxmır. Lakin kim ki heyvan sürməyibsə ehramından çıxmalıdır. Peyğəmbər s.ə.v-in əmrinə görə və həmçinin qəzəbinə görə səhabələrini, hansı ki dayandılar, çıxmadılar, elə bildilər ki, Peyğəmbər s.ə.v-in elədiyi daha əfsəldir. Amma Peyğəmbər s.ə.v onlara əmr etdi ki, çıxsın və qəzəb görəndə qəzəbini çıxdılar ehramdan. Və Peyğəmbər s.ə.v isə yəni çıxmayıb ta ki 10-cu gün Cəmaratul Əqabanı daşlayandan sonra ehramdan çıxır. O da təhəllüllə əvvəl sayılır. Birinci həcdən sonra birinci ehramdan çıxma sayılır. Yəni halal olur. Ehramdan qabaq nə olurdusa. O əhkamlar yəni ona toxunacaq gələn dərsdə. Allah Taala bizi eşidib faydalardan etsin. Yəni bu zikr etdiyimiz sadəcə bir ümrə idi və fərq etmir. Həcdəki ümrə və həcdən qeyri-vaxtlarda olan ümrə eyni hökmlər, eyni əhkamlardır.